Bu gün dadına doyum olmayan, inanılmaz lezzetli ama çox sadə makaron hazırlayaq. İlk öncə qaba duruyaq, ardından bir ədəd orta boy soğanı xırda-xırda doğrayıb əlavə edirik. Soğanı yağda bir neçə dəqiqə qovururuq. Qaynayan suya bir xörək qaşığı duz, ardından 500 qram makaron əlavə edirəm. İstədiyiniz növ makarondan istifadə edə bilərsiniz. Ara-ara qarışdıraraq təxminən 11-13 dəqiqə müddətində qaynadırıq. Soğan azca rəngini dəyişib yumuşayana qədər qovurduq, ardından bir xörək qaşığı tomat pastası əlavə edirik. Soğanla tomat pastasını təxminən 1 dəqiqə müddətində qovurdum. Üzərinə 100-150 qram yayda özüm hazırladığım pomidor püresindən əlavə edirəm. Əgər pomidor püresi yoxdursa, təzə pomidorun qabığını təmizlədikdən sonra xırda-xırda doğrayıb onu əlavə edə bilərsiniz. Yox, əgər püre, pomidor heç biri yoxdursa, tomatın miqdarını bir qaşıq artıra bilərsiniz. Sosa zövqə görə qara istiot və duz əlavə edirəm. Makaronu qaynatdığımız sudan 2 çömçə sosun üzərinə əlavə edib yaxşı qarışdırırıq. Qısıq odda təxminən 2-3 dəqiqə müddətində bişiririk. Makaron bişib hazır olana yaxın 200 qram qaymağı sosun üzərinə əlavə edib yenidən qarışdırırıq. Sosa qaymaq əlavə etdikdən sonra uzun-uzadı qaynatmağa ehtiyac yoxdur. O zaman qaymaq əlavə edirik, yəni artıq makaron süzülməyə hazırdır. Bu arada makaron da yetər qədər bişibdir, ocaqdan alırıq. Suyunu süzdükdən sonra yavaş-yavaş qaynamağa başlayan sosun üzərinə əlavə edirik. Yaxşı qarışdırırıq. Sosla makaronu birləşdirdikdən sonra artıq ocaqda tutmağa ehtiyac yoxdur. Budur artıq hazırdır. İnanın, həqiqətən möhtəşəm oldu.